Səncə, həqiqətən qərarları sən verirsən? Yoxsa sadəcə beynin sənə oynadığı bir oyunun içindəsən? Hər səhər eyni saatda oyanırsan, eyni tətbiqlərə girirsən, eyni videolara baxırsan, eyni şeyləri düşünürsən və sən buna mənim həyatım deyirsən. Amma bir sual var. Əgər hər şey təkrarlanırsa, bu həqiqətən sənin həyatındır, yoxsa sadəcə bir avtopilot rejimi? Beynin səni qorumaq üçün yaradılıb. Səni xoşbəxt etmək üçün yox. O, enerjiyə qənaət etmək istəyir. O, riskdən qaçmaq istəyir. O, səni təhlükəsiz zonada saxlamaq istəyir. Və bunun ən yaxşı yolu nədir? Səni düşünməkdən uzaqlaşdırmaq. Sən heç fikir vermisən? Telefonu əlinə alanda niyə aldığını unudursan? Sadəcə scroll edirsən. Bir video, sonra biri daha, sonra bir saat keçib, amma sən hələ də oradasan. Çünki bu sənin seçimin deyil. Bu, proqramlaşdırmadır. Sosial media səni tanıyır, səndən daha yaxşı tanıyır. Nəyi sevdiyini bilir, nəyə baxacağını bilir, səni nə qədər tutacağını bilir və səni yavaş-yavaş özündən uzaqlaşdırır. Ən qorxulu tərəfi bilirsən nədir? Sən bunun fərqində deyilsən. Çünki sən düşünürsən ki, sən idarə edirsən. Amma əslində sən idarə olunursan. Beyin bir şey öyrənəndə onu avtomatlaşdırır. Niyə? Çünki düşünmək çox enerji aparır. Ona görə də eyni yollarla gedirsən, eyni reaksiyaları verirsən, eyni səhvləri təkrarlayırsan və bir gün oyanıb deyirsən, mən niyə dəyişə bilmirəm? Çünki sən dəyişmək istəmirsən, sənin beynin dəyişmək istəmir. Dəyişmək təhlükəlidir. Yeni şeylər sınamaq risklidir. Yeni düşünmək narahat edir. Beyin isə bunu sevmir. O sənə pıçıldayır. Sabah başlayarsan, indi vaxt deyil. Sən bacarmazsan və sən buna inanırsan. Sən heç öz düşüncələrini izlədin? Bir gün ərzində beynindən keçən fikirləri, onların çoxu sənə aid deyil. Onlar uşaqlıqdan gəlir, cəmiyyətdən gəlir, ailədən gəlir, internetdən gəlir. Amma sən onları mən zənn edirsən. Əsl problem budur. Sən düşünmürsən, sənə düşünülənləri qəbul edirsən. Avtopilot rejimi səni rahat saxlayır, amma eyni zamanda səni həbs edir. Sən heç hiss etmisən? Bəzən bir anlıq oyanırsan. Hər şey qəribə gəlir. Etdiyin şeylər mənasız görünür. Həyat sanki bir loop kimidir. Və sən deyirsən, bu nədir belə? O an sən real sənsən. Amma sonra yenə telefona baxırsan. Yenə diqqətin dağılır. Yenə sistem səni geri çəkir. Çünki sistem diqqətin üzərində qurulub. Sənin diqqətin bərabərdir sənin həyatın. Nəyə baxırsansa, ona çevrilirsən. Əgər gününün 5 saatını boş videolara baxaraq keçirirsənsə, sən sadəcə izləyən birinə çevrilirsən, yaşayan yox. Beyni işlətmək çətindir, çünki bu səni narahat edir. Bu səni sual verməyə məcbur edir. Mən kiməm? Mən nə edirəm? Mənim həyatım hara gedir? Və bu suallar təhlükəlidir, çünki cavabları dəyişiklik tələb edir. Əksəriyyət insan bu suallardan qaçır. Ona görə də eyni həyat, eyni düşüncə, eyni nəticə. Amma sən bu videoya qədər gəlibsənsə, deməli içində bir şey var. Bir narahatlıq, bir boşluq, bir bu belə olmamalıdır hissi. Və bu hiss sənin oyanma şansındır. Avtopilotdan çıxmaq üçün böyük şeylər etməyə ehtiyac yoxdur. Sadəcə fərqində ol. Telefonu götürəndə özündən soruş. Niyə? Bir şey edəndə özündən soruş. Bu mənim seçimimdir. İlk dəfə çətin olacaq. Beynin müqavimət göstərəcək. Səni geri çəkməyə çalışacaq. Amma hər dəfə fərqində olduqca, sən biraz daha azad olacaqsan. Unutma, səni saxlayan zəncirlər görünmür, amma onlar var və onları qırmağın tək yolu onları görməkdir. Bu video sənə bir şey öyrətmək üçün deyil, səni oyatmaq üçündür. İndi isə telefonu bağla, bir neçə dəqiqə sakit otur və ilk dəfə öz düşüncələrini dinlə. Bəlkə də illər sonra ilk dəfə həqiqətən oyanacaqsan.